Muzeylər Günü münasibətilə ulaşan hər bir muzey əməkdaşlarını təbrik edirik. Onlara geniş fəaliyyət imkanları dilirik. Bugünkü tədbirin təşkilatçıları Şirvan Mədəniyyət Mərkəzi, Şirvan Dövlət Muzeyinin əməkdaşı olan Reyhan Xanımın təşkilatçılığı ilə həyata keçirilir. Bugün bildiyimiz kimi milli mənəvi sərvətimizin beşiyi olan muzeylərimizin gününü biz bir neçə gün əvvəldən qeyd edirik. Beynəlxalq Muzeylər Günü öndərimiz tərəfindən uzun illər həyata keçirilmiş və Şirvanda da bu muzey öz əksini tapıb, geniş eksponatlarla zəngin olan bu muzeydə ta keçmişimizdən son illərə qədər olan məişət əşyaları, eyni zamanda xalq xalçalarımız, müharibədən qalan yadigar şəhid əşyaları, eyni zamanda şəhid giyimləri öz əksini tapır və sərgilənir. Bizim Milli Muzeylər Günü hər yerdə olduğu kimi Şirvanda da böyük əhval-ruhiyyə ilə, təntənə ilə qeyd edilir. Bunu da təşkil edənlər muzeyin elmi işçiləri, eyni zamanda müdiriyyəti, bütün əməkdaşlarıdır. Onların üzərinə düşən bu məsuliyyət hissini biz də öz üzərimizdə hiss edirik. Muzeyləri gəlib ziyarət etmək, eksponatlarla tanış olmaq və son zamanlar muzeyə daxil olan əşyalarla tanış olmaqdır. İndi biz qədim əşyalarımızdan olan qəbir kimi özünü göstərən küplə tanış olduq. Reyhanə xanım bizi tanış etdi və orada zəngin insanların, dünyasını dəyişən insanlarla, yəni mərhumla bərabər zinət əşyalarının da orada dəfn olunduğu və zaman keçdikcə, illər ötdükcə, qazıntılar zamanı, arxeoloji axtarışlar zamanı həmin keçmişdən qalan əsərlər, deyərdim mən buna əşyalar, bugünkü günümüzə daşınaraq bugün Şirvan muzeylərində də nümayiş olunur. Bəli, burada xalça eksponatları ilə tanış olduq. Qədim ip əyirən cəhrə, eyni zamanda daraq, bunlar hamısı kirgir, qayçı, xalçalarda istifadə olunan məişət əşyalarıdır. Ta qədimdən bu günümüzə qədər bizim həyatımızda demək olar ki, əhəmiyyətli rol oynayan. Bugünkü gündə, mənim də bugün olmasa da, növbəti günlərdə muzeyə yenə də qədim əşyalardan hədiyyəm olacaq. 2008-ci ildə muzeyə hədiyyələrim olub və son ötən illərdə bir hədiyyəm olub. Amma mən indi nənələrimizdən, babalarımızdan qalan məişət əşyalarından bir neçəsini öz şəxsi arxivimdən, öz şəxsi muzeyimdən tarix yaşaması muzeyinə hədiyyə etməyi düşünürəm. Çünki muzeylərimiz nə qədər zənginləşsə, Azərbaycanımızın töhfələri nə qədər artsa, bu da xalqımızın zəngin parka malik olduğu əks etdirir. Bugünkü gündə Muzeylər Günü münasibəti ilə yenə də hər birinizi təbrik edirəm. Həm tədbir iştirakçılarına, həm tədbirin təşkilatçısı olan Esra xanıma, eyni zamanda Kamilə xanıma böyük təşəkkürümüzü bildiririk və məkan olaraq bugünkü gün tədbiri həyata keçirilməsində məkan olaraq Tarix-Şünaslıq Muzeyinin bütün müdiriyyətinə, eyni zamanda kollektivinə böyük təşəkkürümüzü bildiririk. İndi isə bizim, siz sağ olun Reyhanə xanım, belə bir gözəl tədbiri həyata keçirdiyinizə görə eyni zamanda, indi isə bizim Şirvan şəhərinin yaşayış masivlərindən olan Köhnə şəhər istiqamətində yerləşir. Bu da bizim tariximizi əks etdirən bir coğrafi məkandır. 2 nömrəli məktəbin müəllimi Şəhla xanımın şagirdlərinin bugünkü gündə Muzeylər Günündə tədbir iştirakçılarına töhfəsi var. Bu töhfə nə ola bilər? Əlbəttə ki, məktəblilərin töhfəsi onların şairlərimizin qəlbindən qopan şiirləri bugünkü gündə bizə çatdırmaqdır. Buyursun 2 nömrəli məktəbin şagirdləri.